Afrikanın şərqində dünyanın ən böyük və ən mühüm göllərindən bəziləri yerləşir. Bu gün biz Afrikanın böyük göllər bölgəsini kəşf edəcəyik. Bu bölgə Şərqi Afrikanın böyük bir hissəsini əhatə edir və coğrafi cəhətdən bir-birinə bağlı olan əsas göllər zəncirindən ibarətdir. Şimaldan cənuba doğru göllər bunlardır: Rudolf gölü, Kyoga gölü, Albert gölü, Victoria gölü, Edward gölü, Kivu gölü, Tanganyika gölü, Rukwa gölü, Muveru gölü və Nyasa gölü. Bu göllərin əksəriyyəti Afrikanın Böyük Rif vadisi boyunca yerləşir. Bunların arasında biri xüsusilə fərqlənir: Victoria gölü. Victoria gölü ekvator xətti ilə kəsişdiyi üçün 3 yarımkürədə yerləşir. Bu bölgədəki ən böyük sahəyə malik göldür və əslində dünyanın ikinci ən böyük şirinsulu gölüdür. Bu göl Tanzaniya, Kenya və Uqandanın sahillərini yuyur və Nil çayının mənbəyidir. Tanganyika gölü Burundi, Kongo Demokratik Respublikası, Zambiya və Tanzaniyanın ərazisində yerləşir. Nyasa gölü isə Hind okeanına aiddir. Tanzaniya, Malawi və Mozambik arasında sərhəddir. Sonda belə bir sual: hansı ölkənin paytaxtı Victoria gölünün sahilində yerləşir?